Herkese salam dostlar. Bugün sizlerle birlikte, yani ilk defa bir şey, maşının üzerinde bir şey var, onu test eləmək istəyirəm. Nədir o? Bu diagnostika aparatı deyək. Bunu test eləməyi düşünürəm. Yəni görək bacaracağıq mı? Biraz məlumatım var. YouTube'da məlumat toplamışam. Bu nə qırmızıdır? Məlumat toplamışam. İndi istəyirəm ki, sizlə bir yerdə qoy görək. Yəni belə deyim də, burada deməli dünənləri maşınımı aparmışdım servisə ki, İşıqlar var, onlar yanan işıqlar var, onlar həll olub düzəldilib, amma diaqnostika ilə silinməlidir, silinməyib. Məndə də belə bir aparat var, mən bursa bunun istifadəsini bacarmıram deyənə, deməli qorxdum da istifadə etməyə açıqcası, belə deyim. Ona görə də dedim ki, qoy aparım servisdə onları sildirim. Çünki xoşlamıram, maşın məsələn işıq zad yanır əlavə, xoşuma gəlmir. Nəysə onlar da və digər işlərdə var idi, polirovka işi falan filan. Nəysə də option servisdə maşın aparıb düzəltdirməyi, nə bilim, nəsə bir problemi həll eləməyə buradan heç bir izləyicimə məsləhət görmürəm. Belə deyim də, yəni başlarından edir də konkret. Ondansa gətir burada, ver Rafiq dayının yanına. Yanında dur. İstədiyin işi və həll eləsin, ideal vəziyyətdə qoysun. Ay servis elə ideal, sığorta zad hamısının ən boş şeylər. Yəni gördüm ki, həqiqətən də apar tulla. Keçirik alır, indi özüm gəlib, indi öz işimi təzədən bir də görürəm. Diagnostik edəcəm və bunu sizlərlə paylaşıram. Getdiyi videoya. Demək uşaqlar, aparatı çıxartdım salafanından. Bir dəqiqə dolaşıb. Aha. Bunu indi maşının beyninə türkümsalı soxacağıq. Görək, soxa bilirikmi? Bu arada uşaqlar, maşın centralıdır, göstərim sizə. Var içişlidir. Buradan yürürsən, oradan yağış yağır, nə bilim, nə olur. Nəysə, option, bax bunu. Centrada bax, buradadır uşaqlar. Bax. Centrada bax, buradadır. Videodan öncə dedim, qoy bir dənə girim, baxım. Aha. Taxan kimi avtomatik olaraq toku alır maşının özündən. Akkumulyatordan və işə düşür. Təbii ki. Burada bax, maşını, uşaqlar, bir dənə, xotlamırıq ha. Bir dənə belə çeviririk ki, burada nə problemlər var. Bax, ABS-li datikində problem var. Bir də injektorun işığıdır. Görə indi bunları söndürə biləcəmmi, yoxsa yox. Bir də məndə benzin, səhv eləməmsə, bu zatda problem var. Səhv göstərir benzin. 30 manat benzin vurmuşam. 150 kilometr yol sürmüşəm. 30 manat vurdum, yarı şeyin üstündəydi də, elə bir ki. Oxun üstündəydi, şkalanın üstündəydi, amma 150 kilometr sonra Bresko belə düşdü. Mən də narahat oldum. Apardım servizə, servisdə təkcə bu işlər yox da, başqa işlərdə gördürdüm. Gedib baxmışıq, qaqa sildirmişik, eləmişik, əladır, heç bir problemi yox, zırt-pırt, amma başlarından eləyiblər. Nəysə, indi diagnostik edirik maşını, bir dənə baxaq, görək nə var, nə yox. Deməli, bax burada code found 5 dənə problem çıxartdı, səhv eləmirəmsə. Buradan baxırıq problemlərin nə olduğuna. Temperatur sensoru deyir, problem var temperatur sensorunda. Üretici kontrol, nəsə bu, bunlar elə sensor, activity var, işləmir, görsən bax. Məndə ümumiyyətlə bu datiklərdə problem var. Datiklərimdə yüngül problem var, amma bu düzəlib ha. Bu düzəlib. Sonra manufaktur da. Fuel, fuel level sensor. Bax görsən, şeydə də datik var. Benzin datikində də sensor var. Görsən, benzin sensor datikində o kimi problem var da, belə deyim. İndi bir dənə bunları görək, həll eləyə bilirikmi? Mən exit verirəm buradan. Erase code. Erase code. Bir dənə buradan verək. Enter. Erase trouble codes. Are you sure? Yes. Getdik. Erase done. Aha. Bir daha baxaq görək. Nələr var, nələr yox. No codes are stored in the mode. Getdi. Deyir ki, artıq sənin maşınında heç bir problem yoxdur. Bu metre ilə qoşlar, metre ilə ölçülür. Hə, metre ilə iş görürlər, papotu. Bir dənə də yoxlayaq. Görək nə göstərir. Sönməsə deməli, həqiqətən də İndi hər şey yanır. Baba. İnjektorumun işığı söndü. Özüm deməli onu söndürməyə bacardım. Amma ABS-in işığı hələ də sönmədi. Deməli mənə yalandan deyiblər ki, biz ABS-in datikini dəyişmişik. ABS-in datiki dəyişilməyib. Nəysə uşaqlar, videomuz bu qədər idi.
Videonu bəyənmisənsə, like atmağı və kommentdə fikirlərini bildirməyi, nəsə səhv eləyə bilərəm də, mən usta deyiləm axı. Ümumiyyətlə, uşaqlar, işi peşəkarına, ustasına gördürməyi tövsiyə edirəm, amma ki, insan gərək hər şeydən başı çıxsın, hər şeydən məlumatı olsun. Taputu. Ki, aldadılmayasan, çünki çox pis dövrdə yaşayırıq. İnsanlar insanları aldatmaqdan ötürü əlindən gələnləri eləyirlər. Evə gərək, kişi evinə gərək halal pul aparsın, halal. Haram pul aparılmamalıdır. Çünki o pulu sənin ailən, evin, uşağın, övladın, xanımın yeyir, atan yeyir, anan yeyir. Bunların hamısını nəzərə almaq lazımdır. Buradan bütün izləyicilərimi öpürəm, bağrıma basıram. Allah'a emanet olun. Hər biriniz sevilirsiniz.